Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U10 Liqası Ulduz Şirvansaray görüşünü sizlərə təqdim edəcək. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla öz azarkeşlərini sevindirəcək. Komandaların heyətləri ilə sizi tanış etmək istərim. İlk növbədə Şirvansarayda 1 nömrə Rafael Musayev, 4 Emil Cəfərov, 5 komandanın kapitanı Ayxan Məcidli, 8 Yusif Qəmbərli, 11 Nicat Novruzov, 20 Nizami Həsənov, 17 Raul Kərimli, daha bir qapıcı 12 Rəşad Yaqublu, 6 Hüseyin İskəndərli, 16 Cavad Məhərrəmli, 22 Əli Mustafazadə, 10 Mirzə Ramazanov, 7 Ramiz Şüxəliyev, 19 Məhəmməd Əli Şükürlü, 13 Azad Əliyev, 2 Həmzə Məmmədli. Ulduz komandası hücumda Ali Mahmudov qapıya baxdı, zərbəsi qapıdan qayıdan top, təkrar zərbə, qolla nəticələnir. Osman Hüseynov, Osmanın qolu. Hüseynov qol vurur görüşün birinci dəqiqəsində. Ulduz hesabı açır, 9 nömrə heyətlərlə tanış olurduq. İndi isə Şirvansaray komandasının baş məşqçisi Tofiq Münbətovdur. İndi isə Ulduzda qapıda 22 Nicat Baloğlanov, 6 Əhməd Əhmədli, 7 Yunis Əliyev, 9 Osman Hüseynov, 15 Yusuf Rüstəmov, 8 Abdullah Əhmədov, 12 Rasim Rəfiyev, 17 Cahangir Cəfərli, 88 Ali Mahmudov, 8 Abdullah Əhmədov, 2 Məhəmməd Əli Hacızadə, 58 Rəvan Həmidzadə, 61 Rıza Abdullayev, 64 Arda İsmailov, 63 Turan Məmmədli. Komandanın baş məşqçisi Rövşən İsmailovdur. Hörmətli futbol azarkeşləri, qarşılaşmada Rəhman Qudiyev idarə cəlmə zərbəsini Şirvansaray yerinə yetirməlidir. Raul Kərimli və komandanın kapitanı 5 nömrə Ayxan Məcidli topun gerisində də hər hansı bir ev tapşırığı izləyə bilər ki, amma Raul tək topun gerisində Abdullah Eləyən top oyuna qayıdır. Daha bir zərbə kapitandan gəlir, top qapının yanından keçir. Ayxanın zərbəsi idi. Nicat yenidən topu əlinə götürdü və qapıya zərbə hesab bərabərləşir. Hakim U10 liqalarında bu cür epizodlarda qapçılara bir qədər güzəştə gedirlər və yəqin hakim də məhz həmin epizod barədə Nicatla danışırdı. Hesab bərabərləşdi. Əli Mustafazadə bərabərlik qolunu vurdu. Həmin epizodda Nicat Baloğlanov topu əlindən buraxdı və dərhal yenidən əli ilə müdaxilə etdiyinə görə hakim ona qapıya Osman Hüseynov zərbə indirə bilər. Daha bir zərbə top qapının yanından keçir. Hüseynov görüşdə Ulduz komandasının heyətinin indi yerdə qalır. İnanırıq ki, vəziyyətində problem olmayacaq. Tək Gol TV üçün yox, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib addır Osman Hüseynov və ayağa qalxır, oyunu davam etdirəcək. Eyni zamanda Gol TV'nin simpatiya bəslədiyi oyunculardan biridir. Altdan top meydana tərk elədi. Qarşılaşmanın 5-ci dəqiqəsi olmasına baxmayaraq hər iki komanda bir gol vurdu. Osmandan ötürmə gəldi. Qapı istiqamətindən daha bir zərbə. Yunis çox gözəl gol vurur Osman Hüseynov. Burada məhsuldar ötürmə ilə yadda qaldı. Komandanın 7 nömrəsi, əla zərbə, əla gol. Hamılıqla bu qolu qeyd edirlər. Bizə isə vurulan qolun təkrarı. Osman, Yunis Əliyev, bu iki futbolçu bir-birlərini çox yaxşı başa düşürlər. Nicat top oyuna daxil etdi. Yenidən Şirvansaray qazandı, qapıya zərbə. Bu dəfə Ayxan bu fürsətdən istifadə edə bilmədi.
arxasıca olmadı kapitan. Küncdən zərbə ilə Ayxan Məcidli onu meydanın istənilən nöqtəsində görmək mümkündür. Künc zərbəsini ev tapşırıqlı yenidən Ayxan içəriyə top çöldən sürkələyir. Daha sonra zərbə gəldi amma dəqiqlik çatışmadı. Dərhalda Əhməd 2 milyon oynayacaq. Sinan Fevral. Devam. Şirvansaray komandası Nicat Novruzov topu kazanır. Geriye Abdullah. Həmzə vardı onun qarşısında yenidən Ulduz komandası topu kazandı. Hüseynov. Outdan Şirvansaray topu oyuna daxil etdi. İndi qapçı Nicat. Kısa ötürmələr. Hesabı beraberleştirmək istəyir. Top Rəvandan meydanı tərk eləmişdi. Yenidən Ayxan kapitan küm zərbəsini yerinə yetirəcək. Daha bir ev tapşırıq izləyir. Qapıya zərbə Həmzədən çox təhlükəli zərbə. Hətta qolla nəticələnə bilərdi. Rafael top oyuna daxil etdi. Şirvansaray beraber qolun axtarışları davam Əhmədli geriyə oynayır. Pressing var idi. Abdullah. Abdullah yerlə içəriyə doğru ötürmə. Osman Hüseynov. Rafaelin top əllə buraxacağını bəlkə də gözləmirdi. Öz təəssüf hissini gizlədə bilmir. Abdullah içəri. Abdullah içəri. Geriyə oynayır. Şirvansarayın rəldə çoxluq təşkil etdiyini görür. Rəvandan əla bir ötürmə. Turan Məmmədli. Mərkəz irəliyə Turan. Əla bir ötürmə amma ünvanına çatmadı. Daha bir qapıya zərbə. Çox gözəl gol vurur. Bu dəfə də diqqət mərkəzində Yunis Əliyev. O uzaq məsafələrdən gözəl gol vurmağı sevən oyuncudur. Vurulan golun təkrarını bir daha izləyirik. Əliyevin qolu ekranlara gəlir. Cərmə zərbəsini Ayxan yerinə yetirəcək. Və yerlə ötürür. Ramazanov. Osman Hüseynova qarşı qayda pozulur. Qaydanı isə Mirzə Ramazanov pozmuşdu və Mirzə hakimə bildirir ki, mən qaydanı pozmadığını iddia edir. Hər halda hakim artıq qərarını verdi. Rasim. 12 nömrə. Turan Məmmədli, Turan topladı. Komandanın yeni oyuncularının Turandan əla ötürmə Osman oyun. Osman sol ayağı ilə qapıya zərbə daha bir gol vurur Osman Hüseynov. Bugünkü oyunda özünün ikinci komandasının dördüncü goluna imza atır amma Turan Məmmədlinin o gözəl ötürməsini xüsusilə qeyd etmək lazımdır. İniesta sayağı bir ötürmə ilə yətdi qaldı. Rasim Rəfiyev. Vurulan bu golda o da yaxından iştirak etdi. Əla bir ötürmə Osman sol ayağı ilə necə səliqəli şəkildə topu qapıdan keçirir. Rasim Rəfiyev başladı. Bu dəqiqələrdə görürsünüz ki, Ulduz komandası qapıdan başlayarkən Şirvansaray irəlidə pressing təqdim edir. İndi topu almağı bacardılar. Qapıya aşırma zərbə. Buraxılan qollardan birinin əvəzi çıxılır. Ramizin qolu. Yusufin ötürməsini dəqiq tamamladı. O qapçının irəlidə olduğunu görərək aşırma zərbə ilə fərqi 2 topa çatdırır. Baxırıq. Vaxtında düzgün qərar qəbul etdi. Mirzə Ramazanov top aldı. Zərbə Turan dəyən top. Aşırma zərbə Mirzə Ramazanov da topu qapıdan keçirməyi bacarır. Özü də aşırma zərbə ilə. Az öncə Ramiz Şifəliyev bunu bacarmışdı. Bu dəfə Ramazanovun qolu ekranlara gəlir. Təkrar bizlərə təqdim olunur. Və qapıcı görün haradaydı. Qarşılaşmada 7 gol vurub, hələ ilk hissə başa çatmayıb. Hər iki komanda yaxşı oyunla yətdi qalır. Yunis istiqamətini edilmiş bir ötürmə idi. Yusifdən irəliyə doğru ötürmə, topu uzaqlaşdırmağa çalışır. 17 nömrəli oyuncu içəriyə və Yusifdən top meydana tərk elədi. İkinciden zərbə ilə
Ramiz Şüxəliyev topu oyuna daxil edəcək. Komandanın 7 nömrəli oyuncusu artıq ilk hissənin də sonlarına doğru gedir. Yəqin ki, bu hücumdan sonra ilk hissə başa çatacaq və gözəl qol vurulur. Fantastika, inanılmazdır. 7 nömrə Ramiz Şüxəliyev kün zərbəsindən inanılmaz qola imza atır. Yəqin ki, onun vurduğu bu Gol TV-də vurulan may ayının ən gözəl 10 qolu sırasına daxil ediləcək. Ramizin qolu. Çox gözəl qol vurdu. Son zamanlar AFFA uşaq liqalarında izlədiyiniz gözəl qollardan biridir. İlk hissə başa çatır, qısa fasiləyə ayrılır. Heç iradın da fasilədən sonra yenidən bir yerdəyik. Bir də hər vaxtınız xeyir olsun, Esmir Azarkeşlər ikinci hissədə yeni. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər ikinci hissə başladı. AFFA U10 liqasında Şirvansaray Ulduz qarşılaşır. Bu dəqiqələrə qədər qapılara 8 qol vuruldu, qapıya zərbə. Qapıcı Rasim. Top meydanı tərk eləmədi. Raul keçdi. Əhmədli balonun qarşısında içəriyə doğru ötürmə. Out. Şirvansaray başlayacaq. Həmzə ilk hissədə bir təhlükəli zərbəsi var idi. Qapıya zərbə. Bu nə zərbə idi? Əlidən inanılmaz zərbə. Həqiqətən 9 yaşlı bir uşaq üçün bu cür zərbə indirmək sadəcə afərin. Yenidən Həmzə. Qapıya zərbə qapıcı. Rasim Rəfiyev. Çox maraqlı oyun izlik. Sürədə ikinci hissəyə Şirvansaray çox yaxşı başladı. Halbuki ilk hissədə Ulduz daha yaxşı start götürmüşdü Şirvansaray. Təzyiqi bir qədər artırır. Ayxan topu aldı. Əli zərbə qapıcı Rasim və üzr Səmincaq Baloğlanov idi bu zərbənin qarşısını kəsən. Bir qədər tez-tez qapıcı dəyişikliyi baş verdi. Şirvansarayın heyətində də qapıcı dəyişdi. Rafael Musayev meydanı tərk etdi. Rəşad Yaqublu oyuna daxil oldu. İçəriyə doğru daha bir ötürməyə izləyirik. Zərbə indirilir, amma top qapının üstündən keçir. Bir topa 4 nəfər gedir. Osman. Nicatın zərbəsidir. Outdan Ulduz başlayır. Turan yerdə qalır. Hakim isə cərmə zərbəsi təyin edir. Əli qaydanı pozmuşdu. Əli hakimə bildirir ki, mən qaydalar çərçivəsində oynadım, amma afərin Turanı ayağa qaldırır. Fair play qaydasına əməl edir. Cərmə zərbəsini isə Əhməd Əhmədli yerinə yetirəcək. Komandanın 6 nömrəli futbolçusu, müdafiənin dirəyi. 2 nəfər var canlı sətdə. Əhməd topu bir qədər geriyə çıxır. İndi isə 3 nəfər. Mirzə də gəldi canlı sətdə. Görək hakimdən işarə gəldi Əhməd. Əhmədli topa yaxınlaş. Komandanın 6 nömrəli futbolçusundan gözəl qol. Çox gözəl qol vurur və qol sevinci məncə daha gözəl idi. Əlbəttə qol da gözəldir, qol sevinci də. Çox istərdik ki, həm Əhmədin qolu, həm də qol sevinci bizlərə bir daha təqdim olunsun. Əhməd Əhmədli cəlmə zərbəsinə baxırıq, təkrarı izləyirik. Uzaq küncə, düz 9-luğa dirəyin altından qol vurur və bu da onun o möhtəşəm qol sevinci. Outdan irəliyə doğru ötürmə Mirzə Ramazanov. Əhmədli balonun qarşı Mirzə aşırmanma qapı istiqamətindən bir qədər də aralı keçir Ramazanov. Yunus Əliyev bugünkü oyunda 2 qolla yadda qaldı. Hər ikisi də çox gözəl alındı. Osmandan alladıcı hərəkətli rəqibini yaxşı keçdi və topu meydanda saxlamağı bacardılar. Bir qədər geriyə yenidən Əhmədli. Sola qapıya zərbə. Sol ayağı ilə gözəl qol vurur. Az öncə cəlmə zərbəsindən sağ ayağı ilə indi isə sol ayağı ilə gözəl qola imza atır. Osman Hüseynov vurulan bu qolda yaxından iştirak elədi. Əhməd Əhmədli müdafiəçi olmasına baxmayaraq hücumçulardan heç də geri qalmır. Yunus Əliyev də 2 qol vurub.
Osman da eyni ilə Əhməd də. Qapçı topun qarşısını kəsə bilmədi. Bu da Osmanın Əhmədin qol sevinci. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Ələsəndi. Bravo. Əhmədli qarşılayır. Otur Turan. Məhəmməd Əli. Turan qarşısında. Turan ondan top alır. Turan Məhəmməd. Topladı. Yaxşı Turan. Bravo. Sağlı oynayır. Yenidən Osman əla divar ötürməsi keçmədi. 6-4 Şirvanşah. Abdullah istiqamətli edilmiş bir ötürmə idi. Kün zərbəsini Osman Hüseynov yerinə yetirəcək. Osmandan içəriyə və bir qədər həyəcanlandım. Az qala Ramizin qoluna cavab olacaqdı. Bugünkü oyunda çox gözəl qollar vuruldu. Həm Şirvansaray tərəfdən, həm də Ulduz. Osman. 1-2. Bravo. Turan. Yaxşıydı Turan. İndi Osman yerdə qalır. Rəşaddan Rəliyə doğru ötürmə. Arkaya çömelək. Şirvansaray görək bu fərqi aradan qaldıracaq. Nicat Novruzov içəriyə görə Ramazanov. Qapı istiqamətlə Məhəmməd Əhmədli burada nələr etdi? Qapçının dadına çatır. Köməyinə gəlir və komanda yoldaşları Osman düş kömeğe Osman. ona bu cür təşəkkür edir. Həm Nicat Balaqlanov, həm də Yunus Əliyev. Görək kün zərbəsini necə yerinə yetirəcəklər. Rəqibdən sanki çıxış etdi bu Nizami. Ramil ötürmə gözləyirdi. Daha əlverişli mövqeydə dayanmışdı. Yunus'tan alladıcı hərəkətdə əla bir ötürmə Osman Hüseynov sol ayaqla qapıya zərbəsi qapının yanından vurur. Və hakim isə qarşılaşmanın başa çatdığı fiti səsləndirir. Hörmətli futbol azarkeşləri, bugünkü oyuna görə hər iki komandaya öz təşəkkürümü bildirirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Şirvansarayda 7 nömrə Ramiz Şüfəliyev, oyunun ulduzu isə yəqin ki sizə mənimlə razılaşarsınız, komandanın 6 nömrəli futbolçusu Əhməd Əhmədlidir. Hörmətli tamaşaçılar, bizə ayrılmış vaxt burada başa çatır. Sağ olun, gələn görüşlərə dək.